Salam mənim əzizlərim, hər vaxtınız xeyir olsun. Bugün sizlər üçün iyun ayının bütün bürclər haqqında paylaşımlar etmək istəyirəm və sizdən xahiş edirəm ki, aldım, qəbul etdim və bəyənməyi unutmayın. İyun ayı üçün Oğlaq bürcləri ümid edirəm Allahın izni ilə inşallah Oğlaq bürclərinə də uğur, ruzi bərəkət, şans gətirəcək. Allahdan hər bir bürc altında doğulan xoş niyyətli, xoş mərəmli insanlara, şeytan əməldən uzaq olan insanlara gözəl günlər nəsib etsin. Əziz Oğlaq bürcləri, sizi sevindirmək istəyirəm, çünki iyun ayı sizin ayınızdır. Təmkinli və həmişə hövsələsini təmkinlə basan Oğlaq bürcləri, yəni loru dildə desək, qızışdırmadan, heç kimə hücum etməyən, amma şıltaq olan Oğlaq bürcləri, bu aydan sizin çox gözəl günləriniz başlayır. Sentyabr, oktyabr ayı ən uğurlu günlər ayınız olacaq. İndidən sizi sevindirim. Amma iyun, iyul, avqust aylarında da, iyun ayı da çox gözəl olacaq. İyul, avqust aylarında da normal olacaq. Çalışın ki, bu aylarda, gözəl aylarda yığdıqlarınızı boşa tələfə verməyin. Allah tərəfindən, mələklərimiz tərəfindən qorunursunuz. Rəbbimizdən sizə dualar gəlir. Yəni sizin dua etməyinizi istəyir Allah Taala. Allahı yadına salmaq istəyir. Qurban bayramında olacaq, kəsiləcək qurbanlarınızı Allah qəbul etsin və həmin qurbanlar çox uğurlu və düşərli olacaq. Maşın istəyində olan qadın və kişi Oğlaq bürcləri sizi üçün çox uğurlu bir aydır. Çalışın, kredit də götürsəz, indi iyul ayı üçün götürün ki, zamanından tez də ödəyəcəksiniz, uğurlu da bir maşınınız olacaq. Biznes açmaq istəyən Oğlaq bürclərində uğurlu biznes gəlir. İlkin başlasın, birinci həftənin ilkin başından uğursuz, balaca bir münaqişələr olsa da o münaqişələrdən qaçın, amma çox uğurlu və çox gözəl günlər sizə nəsibdir. Kənd təsərrüfatında uğursuzluğa sahib olan insanlar bu ilində, uğursuzluq görən insanlara gözəl xəbərlər olacaq, imtiyazlar olacaq və onlar ondan da gözəl xeyir götürəcəklər. Uğur sahibi olacaqlar. Biznesmenlərdə daha da güclü iş strukturu başlayacaq. Müqavilələr daha da güclü işləri olacaq. Ailə qura bilməyənlərin yeni tanışlıqları, yeni yollar, uzaq yolda yeni tanışlıqları və uğurlu tanışlıqları olacaq. Seçim arasında qalacaq, ailə quracaq insanlar. Qətiyyən seçimimizi etməyin, zamanında ailə qurun ki, sizi üçün ən gözəl günləri Allah Taala nəsib eləsin. Ən başlıcası ki, budur ki, Oğlaq bürclərinə kimsə şeytani əməl etmək istəyəcəksə də edə bilməyəcək, tutuzdura bilməyəcək. Ona görə ki, 70 ildən bir Allah Taala'nın qələmində bir gün var ki, hər bir bürcə bir ay nəsib edir ki, kim nə etsə, həm ayağına qayıtsın, geri qaytarsın, həm də ki, o cadu, şeytani əməllər onlara düşməsin. Oğlaq bürclərində dikbaş olan Oğlaq kişi və qadınlar sizi üçün ən uğurlu, ən gözəl günlər, 5-i, 15-i, 25-i, 6-sı, 16-sı, 26-sı, ən uğursuz günlər, 2-si, 4-ü, 14-ü, 24-üdür. Bu günlərdə ehtiyatlı olun. Allah Taala ruzunuzu bol, gününüzü gözəl, xoşbəxt bir həyat nəsib eləsin. Amin cümlə bürc altında doğulan Bəni Abdullah evladlarına. İyun ayı üçün Dolça bürcləri. Ümid edirəm Allahın izni ilə, rızası ilə yaratdığı hər bir bəndəsinə gözəl günlər nəsib etsin. Hər bir bürc altında doğulan insanlarına, Abdullah evladlarına gözəl günlər nəsib eləsin.
Dolça bürcləri öz gücünə güvənən, sakit təbiətində, amma loru dildə desək, samanatdan su yeridən, yəni mənim quyruğuma basma və yaxud da taxta qapımı döymə, mən də sənin dəmir qapısını döyməyim deyən insanlar, öz gücü ilə yaşayan insanlar, sizdə uğurludur. Birinci həftəsində 2-3 gün, 1-2 günü uğursuz olsa da çox uğurlu günlərimiz başlayır. Çox gözəl günlərimiz var. Haqqınızda çox danışırlar, işinizə çox müdaxilə edirlər. Sizin işləriniz onları, bəzilərini paxıllığıma səbəb olur, narahatçılığıma səbəb olur. Amma unutmayın ki, Allah Taala üzərinizdədir. Çox gözəl günlər sizə nəsibdir. Eyni şeylər sizin də var ki, dolça bürclərindən olan insanlar, iş tapa bilməyən insanlarda iş olacaq. Turmada olan insanlarda işlərində yüngülləşmə və bəzilərinin ağlı kəsməyəcək dərəcədə inana bilməz ki, bu insan evinə gələ bilər, qapısı açıla bilər. Yəni vaxtından tez dolça bürclərindən olan anaların sevinci var. Ailələrin sevinci var turmada olanlardan. Amma bəziləri biz də polisə çağırılacaqsınız. Yəni birinci həftəsindən ikinci həftəsinə bəziləri istər qadın, istər kişilər bizdə polisə çağırılacaqsınız. Münaqişələrdən uzaq olun. Tələbə olacaq dolça bürclərindən çox gözəl qiymətlərlə, yüksək balla tələbə ola biləcəklər. Sevindirici haldır. İstirahət üçün ən gözəl aydır dolça bürcləri üçün. İstər uzaq yolda, istər rayonlarımızda, istər xaricində uğurludur, gözəldir, sevinç dolu. Tam istirahətində geri qayıdacaqlar. Tibbdə işləyən bəzi insanlar sizinlə, yəni uğursuzluq sizə gəlir dolça bürclərindən, polislə əlaqədar işiniz olacaq. Qalan dolça bürclərində yeni tanışlıqlar, yeni sevgilər, yeni dostluqlar başlayacaq, yeni imzalar, yeni gözəl hədiyyələr alacaqsınız. İş adamlarında hədiyyələriniz olacaq, yüksəliş olacaq, dövlət tərəfindən tərifə layiq görüləcəksiniz, yüksək vəzifədə olan şəxslər və daha da aşağıda gözləmədə olan, işdə qalxmaq istəyənlər. Yüksələcəksiniz, qalxacaqsınız. Xəstələrinizdə şəfayət olacaq. Evladı olmayan insanlarda evlad xəbərdarlıq olacaq. Yəni sevindirici haldır ki, hansısa bir insan evlad gözləyir. Onun üçün gözəl bir evlad müjdəsi olacaq. Hər birinizi təbrik edirəm dolça bürcləri. Çünki uğurlu ayınızdır. Allah Taala hər bir bürcə uğur, ruzu, bərəkət, gözəllik və sağlam həyat gətirsin inşallah. İyun ayı üçün balıq bürcləri həmişə öz romantikasında, sevgi ilə sakit, heç kimlə işi olmayan balıq bürcləri və hər kəsin onlarla işi olan sakit balıqlara bu ay uğurlu və ruzu bərəkətli, gözəl bir günlər nəsib eləsin və açaq görək balıq bürclərinə bu ayımda nə görsədir. Çox təəssüf edirəm əziz balıq bürcləri. İstəməzdim belə bir ayla qarşılaşasınız. Çünki heç kimlə işi olmayan balıq bürclərinin ən xoş günləri çox az və sayılıdır. Kredit alacaqsınız. Kredit içərisində maddi və sağlamlıqdan güclü sıxıntılarınız olacaq. Şərə düşəcəksiniz. Polislərlə mübahisələriniz olacaq. Yəni polislərə çağırılacaqsınız. Balıq bürcləri karmada sizə qarşı çox güclü əməllərə keçirlər və əməl edəcəklər, cadu edəcəklər. Elə insanlardan uzaq durun. Özünüzü təmizlədin və təmizlik elətdirin. Balıq bürclərinin tələbələrində uğursuzluq olacaq. Bu baxışla baxdığıma görə təəssüf edirəm. Balıq bürclərində çox güclü uğursuzluq günləri olacaq, sağlamlıq probleminiz olacaq, kreditlərdə sıxıntılarınız olacaq. Uğursuz günlərimizin hər günü demək ki olduğuna görə
düzgün bir rəqəm göstərmir ki, sizin üçün mən o rəqəmi deyim. Hər şey Allahın əlindədir. Allahın rızası ilə, Allahın mələklərin gözəlliyi ilə Allah Taala mələklərini göndərəcək balıq bürclərinə. İnşallah tək olan Allahın adı ilə Allah qorumasını alacaq. Burada belə görsənsə də hər şeyin sahibi, hökmdarı olan Allahdır. Hər anı dəyişən Allahdır. Mən bu ayda balıq bürclərində, yəni sıxıntılar çox olduğunu görəcəm və maşın sürən, gündəlik yolda olan balıq bürcləri, istər qadın, istər kişilər ehtiyatlı olun. Allah Taala yolunuzu açıq eləsin. Şər xəta olacaq, şərə düşəcəksiniz. Qonşularla mübahisəyə düşəcəksiniz. Heyvan üstündə, bir də uşaq üstündə güclü mübahisələriniz olacaq. Uzaq yollara getməyi dayandırın. İstər Bakıda olanlar rayonlara getməyi dayandırın. İyun ayı üçün, istər xarici getməyi dayandırın. İşində, iş adamlarında güclü uğursuzluq olacaq. Sənədlərində müqavilələr imtina olunacaq, sənədlərində, iş adamlarında işdən düşürülmələr olacaq. Çox təəssüf eləyirəm ki, yenə də Allaha əmanət edirəm balıq bürclərini, Allahın izni ilə, Allahın rızası ilə balıq bürclərinə uğurlu, gözəl günlər nəsib eləyəcək. Verdiyi hökmünü Allah Taala mənim gördüyüm bu görüntünü dəyişdirəcək, gözəl günlərlə əvəz edəcək. Mənim əzizlərim, hər birinizi öpürəm, əllərinizdən, gözlərinizdən. Baxdığınıza, bəyəndiyinizə görə sizə təşəkkür edirəm, haqqınızı halal edin. Mən də haqqımı hər kəsə halal edirəm. Amma çox xahiş edirəm, videoları sona qədər izləyin və bəyənməyi unutmayın.